Kainatın ən mürəkkəb strukturlarından biri insan beyni olduğunu bilirdinizmi? İnsan beyni cəmi təxminən 1,4 kiloqram ağırlığında olsa da, təqribən 86 milyar neyrondan ibarətdir. Bu neyronlar arasında yüzlərlə trilyon sinaptik əlaqə mövcuddur və həmin əlaqələr beyin məlumat emalı gücünü formalaşdırır. Bəzi sinir siqnalları saatda 400 kilometrə yaxın sürətlə ötürülə bilir. Buna baxmayaraq insan beyni bütün fəaliyyətini təxminən 20 watt enerji ilə həyata keçirir. Bu da kiçik bir lampanın sərf etdiyi enerjiyə yaxındır. Araşdırmalar göstərir ki, insan beyninin potensial yaddaş tutumu çox böyükdür və bəzi hesablamalara görə petabayt səviyyəsinə çata bilər. 1 petabayt isə 1000 ədəd 1 terabaytlıq kompüter yaddaşından çoxdur. Müasir süni intellekt sistemləri böyük hesablama gücünə sahib olsa da, insan beyninin enerji sərfiyyatına və çevikliyinə hələ tam yaxınlaşa bilməyib. İnsan beyni biologiya və neyroelm sahəsində hələ də tam öyrənilməmiş ən mürəkkəb strukturlardan biri hesab olunur. Sizin özünüzdə də Allahın böyüklüyünü, qüdrətini və birliyini göstərən əlamətlər vardır. Məyər görmürsünüz? Qurani Kərim, Zariyat surəsi 21-ci ayə.